Bir gün yaşlı cütlüklər boşanmaq üçün məhkəməyə gəlirlər. Məhkəmənin hakimi qadına müraciət eləyir ki, bəs nə əcəb bu vaxta kimi siz birlikdə yaşamısınız, indi bu qocalan vaxtı gəlmişsiniz boşanmağa. Arvad cavab verir ki, möhtərəm hakim, mənim bu vaxta kimi boşanmaq fikrim olmayıb. Amma son bir ayda bu fikrə düşmüşəm. Deyir, niyə görə? Deyir, mənim sümük ağrılarım var, əziyyət çəkirəm gəzəndə. Bir gün ərim bir minə çiçəyi aldı getdi və mənə dedi ki, bu çiçək vaxtaşırı müəyyən fasilələrlə sulanmalıdır. Əgər sən bunu vaxtında sulamasan, bu çiçək yanacaq. Mən də çiçəkləri çox sevirəm. Ona görə həmişə vaxtında bu çiçəyi sulayırdım. Amma bir gün müəyyən etdim ki, mənim bu ağrılarıma rəğmən heç ərim gecələr durub o çiçəyə su vermir ki, mən dincələm. Ona görə qərara gəldim ki, bu cür düşüncəsiz insanla yaşamağa dəyməz. Hakim arvadın sözünə qüvvət verir, qəbul edir ki, doğrudan da qadın düz deyir də, bu kişi heç buna kömək eləməyib. Qanun xətrinə kişiyə sual verir ki, bu qadın düz deyir. Kişi deyir, bəli, möhtərəm hakim, bu qadın nə deyir, hamısını düz deyir, amma bir şeydən xaric. Deyir, nədir o şey? Deyir ki, mənim arvadım sümük xəstəsidir, sümüklərində ağrı var, o həmişə gəzməlidir, amma çox vaxtı gəzmir. Mən də onu məcbur eləyə bilmirdim. Onu gəzdirməkdən ötəri mən məcbur oldum, bu yalana əl atdım. Ona çiçəyi alıb getdim, dedim ki, bu vaxtaşırı sulanmalıdır. Ki, o məcbur olub gedib gülü sulasın. O həmişə gecə gedib gülü sulamağa gedəndə mən oyaq olurdum. Və o gedib gülü sulayıb gəlirdi, yatırdı. O yatandan sonra mən dururdum ayağa. O çiçək də suyu çox sevmir. Suyu ona çox verəndə o çiçək yanır. O qayıdıb gəlib yatandan sonra mən dururdum ayağa, gedirdim o çiçəyin suyunu boşaldırdım, torpağın qurudurdum, gəlib yerimə uzanıb yatırdım. İndi dostlar, sevməkdə mərdlik göstərmək şərt deyil. Şərt o sevgini paylaşmaqdır. Çox insanlar öz sevgisini paylaşa bilmir, dilə gətirə bilmir. Bəzən bu mərd sevgilər də axırı nəticəsi ayrılığa gətirib çıxarır. Ona görə çalışıb sevgini paylaşmaq lazımdır. Örtülü saxlayanda görürsən qarşı tərəf onu əks mənada başa düşür. Amma elə insanlar da var ki, neynəsin? Yazıqda o dil yoxdur. Amma eləsi var, sevgidən namərddir, dili itidir. Hər cür söz tapıb deyir. Amma elə var, sevgisində möhkəmdir, amma sevgisini etiraf eləməyə əziyyət çəkir. İndi ona görə çalışıb lazımdır ki, sevgini etiraf eləmək. Sevgi paylaşanda daha güclü olar. Diqqətinizə görə çox sağ olun. Hamınıza xoşbəxtlik arzulayıram.